Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Bugün dekabr ayının 8-i, həftənin bazar ertəsi günü. 2025-ci ildir. Son dəqiqə bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. Bakıda məşhur restoranlardan biri bağlanıb. Bununla bağlı News 365 saytı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb. Məlumatda qeyd olunur ki, Bakıda yanğın təhlükəli şadlıq evinin fəaliyyəti dayandırılıb. Məlumata görə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsinin təmin edilməsi məqsədi ilə zəruri tədbirlərin görülməsini davam etdirir. Bu çərçivədə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri Nizami rayonu Mikayıl Əliyev küçəsi 33 ünvanında yerləşən Qızılqaya Şadlıq evində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxlu sayda nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və sağlamlığını, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən olunub və bütün bunları nəzərə alaraq yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud şəkildə pozulması faktları aşkar edilən Bakı şəhəri Nizami rayonu Mikayıl Əliyev küçəsi 33 ünvanında yerləşən Qızılqaya Şadlıq evinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim olunub.